Hər vaxtınız xeyir. Bilirsiniz, bəzən olur, həyatımızda nəyisə kökündən dəyişmək istəyirik, amma elə bil nəsə bizi saxlayır. Sanki görünməz bir əl çiynimizdən tutub deyir ki, dayan, tərpənmə. Bax, bugün biz məhz o görünməz qüvvənin nə olduğunu, o komfort tələsi deyilən şeyin əslində necə işlədiyini anlamağa çalışacağıq. Və gəlirik əsas suala. Niyə? Yəni, həqiqətən də istəyirik axı, daha yaxşı olsun, fərqli olsun deyirik, amma sanki ayaqlarımız yerə yapışıb. Bizi irəli getməyə qoymayan bu hissin, bu ətalətin kökündə görəsən nə dayanır? Gəlin birlikdə bunun dərinliyinə gedək. Məsələnin kökü əslində hamımızın eşitdiyi, amma bəlkə də tam anlamadığı bir anlayışdadır. Komfort zonası. Yaxşı, bəs bu komfort zonası həqiqətən də bizim üçün təhlükəsiz bir sığınacaqdırmı? Yoxsa bizi içərdən yeyən, inkişafımıza mane olan şirin bir tələdir? Komfort zonası əslində çox qəribə bir paradoksdur. Baxın, bir tərəfdən hər şey əladır, sakitlikdir, təhlükəsizdir, amma digər tərəfdən o rahatlığın dərinliyində bir narazılıq, bir nəsə çatmır hissi böyüyür. Üzdən problemsiz görünsə də ruhumuzu bəsləmir, bizi olduğumuz yerdə saxlayır. Deməli, məntiq çox sadədir. Dəyişmək istəyirsənsə, o rahat qəfəsdən çıxmalısan. Amma problem nədir? Beynimiz naməlum olan hər şeydən dəli kimi qorxur. Onun üçün naməlum bərabərdir təhlükə. Və bax, bu daxili mübarizə, bu dartışma bizi olduğumuz yerdə, o şirin tələdə saxlayır. Və beləcə gəlib çıxırıq məsələnin ən fundamental dilemmasına, dəyişimin iki ağrısı. Çünki bir həqiqət var. İstər dəyişək, istərsə də yerimizdə sayaq, hər iki halda bir ağrı çəkəcəyik. Bütün sual budur ki, biz hansı ağrını seçməyə hazırıq? Baxın, bu müqayisə hər şeyi çox aydın göstərir. Bir tərəfdə dəyişməyin ağrısı var. Bu kəskin ağrıdır, ani bir ağrıdır. Səy göstərmək, riskə getmək, qeyri-müəyyənliklə üz-üzə qalmaq, bəli, çətindir. Amma o biri tərəfdəki ağrı var ha, olduğu kimi qalmağın ağrısı. O daha hiləgərdir. O yavaş-yavaş gəlir, zamanla peşmanlıq, durğunluq və dərin bir narazılıq hissi ilə səni içərdən çürütməyə başlayır. Yaxşı, deyə bilərsiniz ki, bunu başa düşdük, seçim etməliyik. Bəs konkret olaraq bizi o dəyişiklikdən çəkindirən, gözümüzə görünməyən o psixoloji divar nədir? Gəlin, bunun cavabını çox məşhur və təsirli bir hekayə ilə anlamağa çalışaq. Bu psixoloji bariyerin necə yarandığını anlamaq üçün akvaryumdakı köpək balığı hekayəsi məncə mükəmməl bir nümunədir. Çox sadə bir hekayədir, amma bizim özümüzü necə həbs etdiyimizi güzgü kimi göstərir. Deməli, təsəvvür edin, böyük bir akvaryum var. Tədqiqatçılar bu akvaryumun bir tərəfinə yırtıcı bir köpək balığı, o biri tərəfinə isə onun üçün ləzzətli bir ov olan kiçik balıqlar qoyurlar. Amma aralarına qalın, şəffaf bir şüşə divar yerləşdirirlər. Köpək balığı təbii ki, instinktinə tabe olub, dərhal hücuma keçir və bam, başını görünməz divara çırpır. Bir daha cəhd edir, yenə eyni şey. Bir daha, hər dəfə eyni ağrı, eyni uğursuzluq. Və bir müddət sonra köpək balığı çox vacib bir dərs öyrənir. Cəhd etməyin mənası yoxdur və təslim olur. Və sonra tədqiqatçılar eksperimentin ən kritik, ən maraqlı addımını atırlar. Həmin o şüşə ara kəsməni akvaryumdan tamamilə çıxarırlar. Artıq köpək balığı ilə onun ovu arasında heç bir fiziki maneə yoxdur. Bəs sizcə nə baş verir? İnanılmazdır, deyilmi? Nəticə heyrətamizdir. Saatlar keçir, kiçik balıqlar köpək balığının burnunun ucunda sərbəst şəkildə üzürlər. Amma o yerindən belə tərpənmir, cəhd belə etmir. Sanki o şüşə divar hələ də oradadır. Çünki o artıq hücum edə bilməyəcəyini öyrənmişdi. Bax, bütün hekayənin açarı bu cümlədədir. Fiziki reallıq dəyişmişdi, maneə yox idi. Amma köpək balığının beynindəki reallıq dəyişməmişdi. O, keçmiş təcrübələrinin yaratdığı zehni bir həbsxananınəsirinə çevrilmişdi. Və bu hekayə əslində o köpək balığı haqqında deyil, bu bizim haqqımızdadır. Bizim keçmişdəki uğursuzluqlarımız, aldığımız zərbələr, beynimizdə eyni ilə o köpək balığındakı kimi bir şüşə divar yaradır və bəzən real maneə aradan qalxsa belə, biz o divarın hələ də orada olduğuna o qədər inanırıq ki, cəhd etməkdən belə imtina edirik. Yaxşı, bəs nə etməliyik? Biz də o köpək balığı kimi öz akvaryumumuzda, öz zehni həbsxanamızda əsir qalmalıyıq? Əlbəttə ki, yox.
Bizim ondan bir fərqimiz var. Biz şuurlu şəkildə o divarları qıra bilərik. Gəlin görək, dəyişmə necə nəzarət etmək olar. O şüşə divarları sındırmaq üçün bir neçə yol var. Birincisi, özümüzü, reaksiyalarımızı, vərdişlərimizi tənzimləməyi öyrənməliyik. İkincisi, inadla hər gün yeni yollar, fərqli yanaşmalar axtarmalıyıq. Üçüncüsü, beynimizi sözün əsl mənasında yenidən proqramlaşdırmalıyıq, köhnə inancları yeniləri ilə əvəz etməliyik. Və nəhayət, hər ata problemlərə fərqli pəncərələrdən, fərqli perspektivlərdən baxmağı bacarmalıyıq. Və bir şeyi heç vaxt unutmayaq. Bizim xarici dünyamız çox vaxt daxili dünyamızın güzgüdəki əksidir. Dəyişimi başqalarından, şəraitdən, qismətdən gözləmək əvəzinə açarı öz içimizdə axtarmalıyıq. Çünki biz dəyişəndə bütün dünyamız bizimlə bərabər dəyişməyə başlayır. Və sonda mən sizi sadəcə bir sualla baş-başa buraxmaq istəyirəm. Bir anlıq düşünün. Sizin şüşə ara kəsməniz nədir? Sizi arzuladığınız o həyatdan ayıran, amma bəlkə də çoxdan mövcud olmayan o görünməz divar hansıdır? Bax, bu sualın cavabını tapmaq dəyişimə doğru atılan ilk və ən böyük addımdır.